Ana südü ilə qidalanma əsasən uşaq anadan olan kimi 1 saat ərzində döşə qoyulmalıdır. Belə ki, uşaqların ana südünü əmməsinə bir sıra göstərişlər var və həyati vacibdirlər. Bunlardan birinci ibarətdir ki, uşağın inkişafı üçün ana südündə lazımi ingrediyentlər, zülallar, yağlar, karbohidratlar, eyni zamanda boy hormonları, əks cisimciklər, istər virus əleyhi, istər allergiya qarşı əks cisimciklər, hətta deməli vitaminlər də mövcuddur. Ona görə uşaq böyüdükcə ona lazım olan ingrediyentlər həmişə inkişafa səbəb olur. Ananın süd ifraz eləməsindən asılı olaraq tam təbii qidalanmada ana südündən böyük həcmdə istifadə olunur və uşaqlar yalnız ana süd alırlar.